Herkese salam olsun dostlar. Bugünkü videomuz Almanya'daki bank kartlarından olacak ve esasen de Almanya'daki yaşayan Azərbaycanlılara bir sualım olacak ve çok xahiş eləyərdim ki, bu barədə mənə bir məlumat verərsiniz. Deməli, məndə bir dənə bank kartı var. Normal Volksbank kartıdır. Yəni heç bir Mastercard deyil, heç bir Visa kart falan deyil, heç bir kredit kartı deyil. Sadəcə olaraq normal adi kartdır. Hansına ki mənim maaşım filan yatır da. Onu özüm açmışam o kartı. Və bu kartı mən elə bir ki başqa bir torpaqda açmışdım. Ondan sonra bu birisi torpağa icazə alandan sonra bu birisi torpağa gəldim, köçdüm. Yəni Hessen torpağında yaşayıram hal-hazırda. Və orada açdığım karta sonradan başqa torpaqda içinə pul qoya bilmirəm. Və bilmirəm ki, bu həqiqətən bütün kartlarla belədir, yoxsa ki başqa bir kart açmaq mümkündür. Yəni heç cür mən başqa bir əyalətdə, başqa bir torpaqda, başqa bir şəhərdə içinə pul qoya bilmirəm. Mənə bankdan da deyirlər ki, sırf sən getməlisən təzədən həmin şəhərə, hardakı hansı torpaqdakı bu kartı açmısan, hansı şəhərdəki açmısan, orada ancaq içinə pul qoya bilərsən. Bu necə bir absurd şeydir. Yoxsa mən səhv nəsə bilirəm. Yəni kimin bununla bağlı bir biliyi varsa xahiş edirəm informasiya verərdiniz. Çox sağ olun.